xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinin eyni zamanda Təbrizdəki baş konsulluğunun əməkdaşlarının təxliyəsi baş tutub. Analitiklərin fikrincə rəsmi Bakı bu addımı əməkdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə atıb. Lakin qərarın əsas səbəbi regionda yaranmış ümumi gərginlikdən daha çox İranın birbaşa Azərbaycan ərazisini hədəf almasıdır. Qlobal infaza danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan dövlət siyasətinin mərkəzində vətəndaşlarının təhlükəsizliyi dayanır. Stat: Dövlətimiz həm ictimai asayişin qorunmasını, həm də diplomatik korpus nümayəndələrinin təhlükəli situasiyalarda ölkəyə gətirilməsini təmin etməsinin dəfələrlə şahidi olmuşuq. İranda da analoji hadisələrin baş verməsi, həmçinin ölkə daxilində anti-Azərbaycan ritorikasının yenidən yüksəlməsi rəsmi Bakını belə qərar verməyə vadar eləyib. Naxçıvana dron hücumundan sonra Azərbaycan İrandan hər şeyi gözləyir. Nəzərə alaq ki, bu hadisələr baş verməzdən əvvəl, yəni regionda sabitliyin hökm sürdüyü dövrdə belə Tehranda yerləşən səfirliyimizə qarşı terror aktı törədilmişdi. Fikrimcə, təhlükəsizliklə bağlı belə bir addımın atılması zəruri idi. Qeyd edeyim ki, digər ölkələrin də səfirlik və konsulluq əməkdaşları Azərbaycana təxliyə edilir. Deməli, burada müəyyən ortaq yanaşma mövcuddur. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.